Marniyeli Bələdiyyəsinin Araflı kəndindən olan bir qrup sakin bugün meriya binasının qarşısında etiraz aksiyası keçirib. Aksiya iştirakçıları kənddə geniş vüsət alan narkotik maddə alverinə etirazlarını bildiriblər. Sakinlərin sözlərinə görə, son dövrlər kənddə narkotik vasitələrin yayılması artıb və bu, xüsusilə gənclər arasında asıllıq hallarının çoxalmasına səbəb olub. Arazilərin içində doldu bütün nəşin. Şeydi quzaldı. Ahmamutuda hansını deyək? Bu işə baxaq. Qanun varsa da əkini buraxaq. Əlimizin mazoluna baxın. Əkini buraxaq bir də nə şəkər. Qoy bütün cavanlar da pozulsun. Gələcək cavanlar da hamısı pozulub gedəcəkdir. Belə 13 yaşında uşaqlar hamısı. Etirazçılar bildiriblər ki, vəziyyət artıq dözülməz hal alıb və aidiyyəti qurumlar məsələyə yetərincə diqqət yetirmirlər. Nəşət atanlarla boğaza yıxılmışıq. Nəşət atanlarla qardaş. İmkan yoxdur. Kəndin, Manor rayonunun, Qasımlının, Sadaqlının, hər yerin cavanları bizim şəhətdədirlər. Cavanlarımızla dalaşırlar. Gedirik, deyir ki, siz adını yazın, verin, biz tutacağıq. Nə tər adını yazaq verək? Döyəcəyik, siz adını tutacaqsınız. Düzdürmü? İndi çıxsın belə bir aşağı, bir kəlmə sözünü deyək, gör hələ baxırıq. Kimə deyək, hara gedək, kimə nə tər eləyək? Narkomaniyanın əlinə vərəmləmiş bezmişik. Hər axşam Araflının sentrinə çıxmaq olmur. Araflının ortalığına çıxmaq olmur. Razın adamlardan 2 dənə saqqalı burada bıraxıb özünü kim sayır, kim saymır bilmirik. Araflının neçə nəfərlərdirlər, bax hamısı. Hamısını da bilirlər, özləri də bilirlər. Etirazçılar hüquq mühafizə orqanlarını və Marniyeli rəhbərliyini dərhal hərəkətə keçməyə çağırır və buna görə də meriyanın qarşısında toplaşıb narkotik alverçilərinə qarşı sərt tədbirlərin görülməsini və kənddə təhlükəsizliyin təmin edilməsini tələb ediblər. Aksiya dinc şəkildə davam edib, etiraza müxalifət nümayəndələri də qoşulub. Meriyanın inzibati xidmət rəhbəri Mamuka Şubitidze əhali qarşısına çıxaraq bir neçə vətəndaşın iştirakı ilə merin kabinetində qapalı görüş keçirilməsini təklif edib. Lakin vətəndaşlar bu təklifi qəbul etməyib, görüşün açıq şəkildə hər kəsin iştirakı ilə keçirilməsini tələb ediblər. Yerimiz bu çağışı şuraların neçə milisiyasına buraya neçə milisiyat sözünü desin. Gələcəyimiz var, bizim gələcək balaca 18 yaşında, 9 yaşında şuralarımız var. Bu nə qanunda, onda bizi qarası tatar, bu nə eşi. Onlar şəhər meri Kənan Ömərov və parlamentin deputatı Zaur Darxallını xalqın qarşısına çıxmağa çağırıblar, lakin heç bir reaksiya verilməyib. Daha sonra vətəndaşlar polis bölməsinə zəng ediblər. Polis bölməsində məsul şəxslər hadisə yerinə gələrək vətəndaşlardan şikayətlərini yazılı şəkildə bildirmək üçün bölməyə gəlmələrini bildiriblər. Bunun ardından vətəndaşlar meriya binasının qarşısından uzaqlaşaraq polis bölməsinə yönəliblər.